Azərbaycan kanalına baxmıram mən. Xarici kanalları üstün tuturam. O vəziyyətə gəlmişik ki, pozğunluğu təbliğ edirlər. Televiziya baxmıram, yəni ancaq YouTube üzərindən baxırıq. Ən çox yəni telefonla idarə edirik, yəni məlumatları. Televizorda bir normal veriliş var ki, baxırıq. Heç nə baxmıram. Qabaq olurdu ya, bir professorları, dünya görmüş adamları çağırırlar televizora, o öz həyatından, yaradıcılığından danışırdı. Cəmaət ona bir tərbiyə götürürdü. İndi televizor açırın ağına bağlamağı bir olur. Televizora çox baxmıram. Bilirsiniz niyə? Biabırçılıqdır. Sevmirəm. Məsələn, açıq-açıq geyimlər, bəzi açıq-açıq söhbətlər, söyüşlər, təhqirlər. Vallahi ancaq filmlərə baxıram. Hansı filmlərə? Türk filmlərinə məsəl üçün. Maraqlı bir şey yox, görmürəm yəni, ona görə baxıram. Əvvəlki illərdə olduğu kimi uşaqlar üçün maraq verilişlər görmək istəyərdim. Öyrədici verilişlər, nə bilim heyvanlar aləmi, nə bilim dünya haqqında və s. və axır. Ancaq YouTube-a baxıram, Azərbaycan verilişlərində. Nə görmək istəyirsiniz? Nə görmək istəyərdim? Yəni keçmişin klassik qoşun verilişlərini istəyərdim görməyə. Yəni indiki dövrdə yəni baxmalı bir şey yoxdur. Demək olar ki, baxmıram. Verilişlərə baxmıram televiziyada. Maraq dairəmi kəsb eləmirəm. Kim belə düz danışır ona baxıram. İstədiyim kanal ancaq nə bilim, bir-iki dənə kanal var, onlara baxıram. Məsələn, hansı veriliş? Öz verilişlərimizə baxmıram. Heç yaxşı verilişlərimiz yoxdur. Ən çox təhsil dairəsinə baxıram, xəbərlərə baxıram, ondan mətanətin verilişinə baxıram. Yox. Mən tələbəyəm, imtahan aydınə, televiziyasına bax. Televizora baxmıram, ümumiyyətlə. Vaxtım yoxdur. Televiziya baxmıram. Səbəb nədir? Maraqlı veriliş yoxdur, nəyə baxacam? Yox, baxmıram. Niyə baxmırsınız? Nə bilim vallahi. Dayana bilərsiniz? Yox.